Süni intellektlə olan bu videoları necə düzəldirlər? Necə bu qədər əsl və inandırıcı olur? Bunu siz də düzəldə bilərsiniz. Gəlin göstərim necə olur. Bunun üçün birinci Google One-a giririk. Sonra buradan Google AI-ya basırıq. Burada da aşağıda planlar mövcuddur. Əgər acından günorta durursunuzsa, burada 20 dollarlıq plan seçə bilərsiniz. Amma yox, daha pulunuz çoxdursa, xərcləməyə yer tapamırsınızsa, burada 250 dollarlıq plan seçə bilərsiniz. Amma ilk 3 ayı 125 dollar. Fərqi sadədə 1000 kreditdir. Bunda 12500 kreditdir. Buradan da Start Trial basırsınız və hazırdır. Buradan Get Google AI Pro basırıq. Buradan da Agree basırıq. Bu hissəyə kart bilgilərimizi yazırıq. Siz baxmayın. Kart məlumatlarımızı yazandan sonra save-ə basırıq və abunə olduq. Abunə olandan sonra da belə istə gəlir. Bu süni intellekt Azərbaycanda işləmir. Ona görə də VPN ilə girmək lazımdır. VPN extensionunu Chrome-a əlavə eləyirik. Buradan sağdan yuxarıdan VPN-i açırıq. Amma buradan Amerikan seçin. İndi də video düzəldək. Axtarış yeni Gemini yazıb giririk. Burada aşağıda video hissəsi var. Buradan 2.5 Pro-ya girin. Promptu yapışdırırıq və göndəririk. Amma burada bir məqam var. İndi məqam gəlib çatır. Promptu bizim dildə yazsaz, videoda deyiləcək sözlər Azərbaycanca olmayacaq, ingiliscə olacaq. Və budur, video hazırdır. Yəni nəyə görə anlayırsan? iPhone 16 Pro Max-ın arxa şüşəsi çatlayıb. Qaçıram e-help servisdə bunu təmir etdim. Bəs siz alındıra bildiniz? Yorumda yazın baxaq. Videonu intellektdə olmayan dostunuza göndərin. Yaxşı, bəs bu videoların axırı hara gedir? Ümumiyyətlə süni intellekt hara gedir? İşimizi əlimizdən alacaq? Şərhdə qeyd eləyin. Səhifədə maraqlı videolar var. Buradan da follow eləyə bilərsiniz.